Salam, gəlin bir anlıq düşünək. Cəmi 74 il ömür sürmüş bir dövlət bütün bir regionun, yəni Cənubi Qafqazın taleyinə necə təsir edə bilər? Bax, bugün biz məhz bundan danışacağıq. Söhbət Qarabağ xanlığından gedir, onun inanılmaz yüksəlişindən və təəssüf ki, faciəvi süqutundan. Baxın, bütün bu hekayəni daha aydın başa düşmək üçün onu 5 əsas hissəyə bölmüşük. Xanlığın yaranmasından tutmuş, onun süqutuna qədər hər bir mərhələyə toxunacağıq. Yaxşı, çox uzatmadan gəlin başlayaq bu tarixi səyahətə. Hər şey əslində 1736-cı ildə bir müqavimət akti ilə başlayır. Deməli, Nadir Şah özünü şah elan edəndə Qarabağ tayfaları buna qarşı çıxır. Təbii ki, Nadir Şah kimi bir hökmdar da bu itaətsizliyi cavabsız qoymur. Cavabı isə çox sərt olur. Tayfa liderləri sürgün edilir, torpaqları isə başqalarına paylanır. Bu hərəkət bölgədə bir növ hakimiyyət boşluğu, bir xaos yaradır. Amma bilirsiniz, tarixən belə böhranlar həm də yeni imkanlar yaradır. Və məhz bu hadisə yeni bir yerli liderin səhnəyə çıxması üçün, necə deyərlər, zəmin hazırlayır. Və o lider Zavanşir tayfasından olan Pənahəli xan idi. O, Nadir Şahın keçmiş sərkərdələrindən biri idi. Yəni, hərbi təcrübəsi var idi. 1748-ci ildə Pənahəli xan yaranmış vəziyyətdən məharətlə istifadə edir və öz müstəqil dövlətini, Qarabağ xanlığını yaradır. Deməli, xanlığı quran kimi Pənahəli xan vaxt itirmir. O, dərhal hakimiyyətini möhkəmləndirmək üçün iki çox ağıllı addım atır. Birincisi, sürgünə göndərilmiş tayfaları geri qaytarır. Bu, həm hərbi gücü artırır, həm də iqtisadiyyatı canlandırır. İkincisi isə, öz yeni torpaqlarını qorumaq üçün dərhal müdafiə qalaları tikdirməyə başlayır. Xanlığın mərkəzinin seçimi də onun strateji düşüncəsinin bir göstəricisidir. İlk paytaxt Bayat qalası idi, amma sərhəddə çox yaxın idi, yəni təhlükəli idi. Buna görə mərkəz daha etibarlı yerə, Şahbulaq qalasına köçürülür. Nəhayət, Pənahəli xan demək olar ki, alınmaz bir qala, əfsanəvi Şuşanı saldırır və bura xanlığın sonuncu və ən möhtəşəm paytaxtı olur. Artıq Şuşa kimi möhkəm bir paytaxtı olan Pənahəli xan, necə deyərlər, arxayınlaşır. İndi o, bütün diqqətini daxili məsələlərə cəmləyə bilərdi. Əsas məqsəd isə bütün Qarabağ torpaqlarını tək bir hakimiyyət altında birləşdirmək idi. Amma təbii ki, bu heç də asan bir iş deyildi. Çünki Qarabağda hələ Nadir Şahın dövründən müstəqil fəaliyyət göstərən xristian məliklikləri var idi. Onlar Pənahəli xanın hakimiyyətini qəbul etmək istəmirdilər. Pənahəli xan bu dəxili problemi həll etmək üçün çox ağıllı bir strategiya seçir. Məşhur parçala və hökmranlıq et taktikasından istifadə edərək məliklər arasındakı rəqabəti qızışdırır. İlk olaraq ən zəif vərəndə məliyini tabe edir. Sonra isə Ballıqaya döyüşündə Xaçın məliyinə qalib gəlir. Bundan sonra artıq digərlərinin də müqaviməti qırılır. Bax, bu daxili birliyi təmin etdikdən sonra Qarabağ xanlığının nüfuzu kəskin şəkildə artır. Gəncə, İrəvan, Naxçıvan, hətta Ərdəbil belə onun təsir dairəsinə düşür. Amma bildiyimiz kimi, güclənmək həm də yeni düşmənlər qazanmaq deməkdir. Və hücumlar çox da gecikmir. İlk olaraq Şəki xanı Hacı Çələbi məğlub edilir. Sonra Məhəmməd Həsən xan Qacar Şuşanı ala bilmir. Ancaq Urmiya xanı Fətəli xan Əfşar 6 aylıq mühasirədən sonra Pənahəli xanı asılığı qəbul etməyə məcbur edir. Pənahəli xanın Şiraza qonaq aparılmasından sonra onun işi yarımçıq qalmır. 1763-cü ildə hakimiyyətə oğlu İbrahim Xəlil xan gəlir və məhz onun dövründə Qarabağ xanlığı öz tarixinin demək olar ki, qızıl dövrünü yaşayır. İbrahim Xəlil xanın strategiyası çox şaxəli idi. Bir tərəfdən qonşu dövlətlərlə qohumluq əlaqələri quraraq diplomatiya işlədir. Digər tərəfdən nüfuzunu yayır, hətta Təbrizdə öz qohumunu hakim təyin etdirir. Daxildə isə atasının siyasətini davam etdirir və mərkəzi hakimiyyəti daha da gücləndirir. Və bütün bu addımların nəticəsi nə olur? Nəticə odur ki, İbrahim Xəlil xanın hakimiyyətinin sonunda Qarabağ xanlığı artıq təkcə Azərbaycan miqyasında yox, bütün Cənubi Qafqazda söz sahibi olan ən güclü siyasi qüvvələrdən birinə çevrilmişdi. Amma yenə də eyni hekayə. Bu qədər güclənmək, istər-istəməz səndən daha böyük olan qüvvələrin diqqətini çəkir. Və Qarabağ xanlığı da bölgəyə tam hakim olmaq istəyən nəhəng imperiyaların hədəf taxtasına çevrilir. Xanlıq bir neçə böyük hücumla üzləşir. Quba xanının hücumu dəf edilir. Amma İran şahı Ağa Məhəmməd xan Qacarın ilk hücumu uğursuz olsa da ikincisində Şuşanı tutur. Çox qəribədir ki, şah elə Şuşada öz adamları tərəfindən öldürülür və bütün bu regional mübarizələrin fonunda səhnəyə şimaldan yeni və daha qüdrətli bir oyuncu çıxır, Rusiya imperiyası. Və Qarabağ xanlığının müstəqillik hekayəsinin son fəslini artıq nə Qacar, nə də başqa bir regional qüvvə yazır.
Onu şimaldan gələn nəhəng bir imperiya, Rusiya imperiyası yazır. Deməli, sonun başlanğıcı 1805-ci ildə imzalanan Kürəkçay müqaviləsi olur. Bu müqavilə ilə xanlıq faktiki olaraq öz xarici siyasət müstəqilliyini itirir, amma faciə bununla bitmir. Cəmi bir il sonra 1806-cı ildə İbrahim Xəlil xan öz ailəsi ilə birlikdə Rus əskərləri tərəfindən qətlə yetirilir. Və nəhayət 1822. Bax bu tarix 74 il mövcud olmuş Qarabağ xanlığının rəsmən xəritədən silindiyi ildir. Rusiya imperiyası xanlığı ləğv edir və bununla da bir dövr tamamilə qapanır. Bütün bu hekayə bizə gücün və suverenliyin təbiəti haqqında çox şey deyir. Bəlkə də əsl güc təkcə qılıcda deyil, həm də ağıllı siyasətdə, daxili birlikdə və ən əsası dəyişən dünyanın şərtlərinə uyğunlaşa bilməkdədir. Bu mövzuya bizimlə birlikdə baş vurduğunuz üçün təşəkkürlər.